Hər birinizi salamlayıram. Bugün sizə İnci xanımın 5 ayından belə bir qısa metrajlı video hazırlamışam. İlk öncə onu qoymaq istədim. Çox həvəslə hazırladım. Qızım da maşallah həmin gün özünü yaxşı apardı. Deyib gülüb əylənirdi. Sanki özü də bilirdi ki, bugün onun üçün bir bayramdır. Və burada da İnci xanım nənəsinin qucağında ördəklə oynayır. Daha sonra belə oyun hissəsinə gətirdim İncini, biraz oynasın, keyfi açılsın. Artıq nə görür, ağzına aparır. Çünki diş çıxartma mərhələsindədir. Belə müxtəlif rəngli oyuncaqları ilə oynayır. İndi isə keçid edirik İnci xanımın qarnını doyurmağa. Buna görə mən həm peçenya, 1 ədəd peçenya və 4 qaşıq da quru süd qarışımından töküb 120 ml süd əhəl edirəm və beləcə daha çox tox tutur, həm də daha iştahlı içir fikir vermişəm ki. Və nəhayət İnci xanımı yatızdıqdan sonra keçid edirik ətrafı səliqəyə salmağa, yeni quru süd qarışımını açmağa və onun kirlənmiş butulkalarını, soskalarını yumağa. Burada sürətli şəkildə görürsünüz. Və gəldi çamaşırxanaya. İncinin kirlənmiş paltarlarını yumağa atdım. Burada da yuyulma mərhələsini görürsünüz. Ertəsi gün isə gedəcəkdik həkimin yanına, pediatrın yanına, daha doğrusu ümumi yoxlanır. Həm də rotavirus peyvəndinin 2-ci dozasını vurdurmağa gedir. Əslində bu peyvənd daha rahatdır digərlərindən, çünki iynə şəklində deyil, ağız yolu ilə alınan canlı bir peyvənd növüdür. Və nəhayət yoldaşım elə vaxt gəldi ki, biz həm rahatlıqla övladımızın 5 ayını qeyd edə bildik, həm də onu həkimə apara bildik. Eyni zamanda birazdan görəcəksiniz, 1 saat da olsa birlikdə oturub kafedə vaxt keçirə bildik. Çox ürəyimcə oldu. Uzun müddətdir ki, heç belə yerinə düşmürdü, yəni onun gəlməyi. Zaten heç bir gün gəlib qalmır. Təxminən 18-19 saat deyə bilərik buna. İncini evə gətirib qoyurduq ki, bir də gördüm, anam da evə gəldi məktəbdən və bu da yenə yerinə düşdü. Sağ olsun bir neçə saat kömək elədi mənə. Yəni uşaq onda qaldı. Biz də gedib rahatlıqla kafedə otura bildik. Daha sonra 1 saat 20 dəqiqə keçdi və biz yenidən evə qayıtmalı olduq. Çünki bu dəfə də yoldaşımı artıq gəmiyə çağırırdılar. Evə gəldik və gördüm ki, anam Sezar salatı üçün bəzi məhsulları artıq hazır eləyib. Toyuğu qızardı. Avokado təsadüfən evdə var idi, istədim onu da əlavə edeyim. Burada da kah var. Bu arada bu hissəni yoldaşım çəkdi. Qeyd edim ki, yoldaş çox sulanmasın deyə ara qatlarına qarğıdalı, daha sonra soslar vurdum. Daha sonra yenidən kahları və ən üst qatada gördüyünüz kimi pendir əlavə etdim. Bu möhtəşəm qızıl güllər isə bizim nikahımızdan 2 il keçir, onun şərəfinə idi. Bunu da nümunə olaraq hazırlamışdım, mağazada paylaşmışam. Bəzi bitən dərmanları yeniləməyin vaxtı gəlmişdi. Əsas da İncinin dərmanlarını, qalan gördüyünüz dərmanları da nənəm üçün gətirmişəm. Sondakı maqnezium malatı da anamla birgə içib fikirlərimizi bildirəcəyik.
sizə Civildən aldığım belə gözəl dəstləri, geyimləri göstərmək istəyirəm. Hər birini həvəslə aldım. Artıq İncinin boyu uzandığı üçün və kilosu da bir xeyli artdığı üçün bəzi geyimlər üzərinə çox da rahat geyinə bilmir. Bu səbəbdən yeni paltarlar sifariş etdim. Hər birini çox bəyənərək, çox sevərək aldım. Hamısı çox yaraşacaq inşallah. Hər biri ilə videolar gələcək inşallah. Bu gördüğünüz böyle yumuşaq kurtkanı da çox həvəslə aldım. Düşündüm ki bu renk ona çox qəşəng yaraşacaq. Civciv cücə rəngi. Həm rəngini bəyəndim, həm də toxunuşu çox qəşəngdir, çox yumuşaqdır və içi də qalındır. Son olaraq bu yeni doğulan uşaqlar üçün olan seti sizə göstərmək istəyirəm. Bunu çox yaxın bir qohumumuza hədiyyə almışıq inşallah. Təxminən 6 ay sonra, 6 ay yarımdan sonra o sağlıqlı övladını qucağına alacaq və biz ona bu geyimləri, bu dəsti ona hədiyyə edəcəyik. İndi isə bir digər kargonu açmaq qərarına gəldim. V-Baby mağazasından belə məhsullar sifariş eləmişdim. Üçü bir yerdə qulaq çubuğu, sonra bir biberon, bir deməli əmzik askısı və əmzik ikisi birlikdə. Bir də burun təmizləmə cihazı ilə onun yedek ucuları. Və indi isə gedirik Hexaxin peyvəndini olunmağa. Artıq bu bizim 3-cü Hexaxin peyvəndimizdir. Bununla da bitirdik. Keçəcək növbəti peyvəndlərə. Təbii ki, başına gələcəklərdən xəbərsizdir. Hər şey qaydasında çox yaxşı keçdi. Ümumiyyətcə İnci çox şükür peyvəndlərin heç birisinə qarşı çox ciddi bir yan təsirin yaşatmadı bizə. Və daha sonra Jusk mağazalar şəbəkəsinə gəldik. Burada belə fərqli məhsullara endirimlər var idi. Sadəcə baxıb çıxdıq. Və videonu İncinin bu şirin yeməyi ilə bitirib sizinlə sağollaşmaq istəyirəm. Mənə dəstək olmaq üçün abunə olmağı və videonu like etməyi unutmayın.